Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Bu həftəlik açılım çəkə bilmədim. Daha doğrusu yadımdan çıxdı. Sonra da həftəyə girdik deyə çəkməyimin mənasız olduğunu düşündüm. Amma belə bir video çəkək, dilək açılımı eləyək, baxaq görək ürəyinizdə tutduğunuz kiçik diləyiniz yerinə yetəcəkmi? 3 variant olacaq hər zaman olduğu kimi. Arada olur da kızlar, yadımdan çıxır bir də görürsünüz, və yaxud da ki işim olur, başım çox qarışıq olur, çəkə bilmirəm. Instagramdan yazmısınız, bilirəm, yazırsınız ki çox uyumludur, uyğundur, çəkin, paylaşın, bacardığım qədər çəkib paylaşacağım. Baxaq, 3 variant, birinci, ikinci ve üçüncü. Bak, üzerine de bir şey koyacağım. Bir diləyinizi tutursunuz, bir arzunuzu tutursunuz. Yaxın gələcəkdə həyata keçməsini istədiyiniz və reallıqdan danışaq da, yəni böyük bir şey tutmayın. Yaxın gələcəkdə baxaq görək həyata keçəcəkmi bu istədiyiniz bir şey. Aha, 3 variant. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa onu da seçin. Düşünürəm bu videodan sonra ya bu həftə ya gələn həftə biraz daha geniş bir video çəkəcəm sizin üçün. Başlayırıq birinci variantın. Kimin üçün vaxt azsa videonu saxlayıb seçə bilərsiniz. Amma məncə hər biriniz seçmisiniz. Gəlin baxaq görək. Bu arzusunda olduğunuz bu şey nədirsə həyata keçəcəkmi? Bu kart çıxmasaydı deyəcəydim ki, yox. Həyata keçəcək, bəli. Amma elə bil ki, bu istədiyiniz bu şey nədirsə, bəzilərinizdə əl çatmaz bir şeydir. Bəzilərinizdə ola bilsin ki, əl çatan bir şey olsun. Bəzilərinizdə biraz daha yüksək bir şeydir. İşlə bağlı ola bilər və yaxud da ki, nə bilim, başqa bir şeylə bağlı ola bilər, evliliklə bağlı ola bilər. Həyata keçəcək. Sadəcə olaraq bu yaxın vaxtlarda görmürəm. Həyata keçəcək, olacaq. Çünki bu kart onu göstərir ki, arzunuz yerinə yetəcək. Bəli, olacaq. Sadəcə biraz zaman tələb edir. Çox yox, biraz zaman tələb edir. İkinci variantı seçənlər, gəlin baxaq görək. Sizin arzunuz həyata keçəcəkmi? Yox, gözəlim, təəssüf ki, bu tutduğunuz şey nədirsə, hələ ki həyata keçməsini görmürəm. Elə bil ki, duraksama deyirlər türklər. Elə bil ki, dayanıb. Və əslində sizin üçün xeyirli bir şey deyil bu. Siz elə bilirsiniz ki, bu həyatı keçir, çox xoşbəxt olarsınız. Amma daha deyərdim ki, yaxşı ki, həyata keçməyəcək. Çünki çox pis kart çıxdı burada. Bilmirəm nə ilə bağlıdır. İnsanla bağlı olsun, maşınla bağlı olsun, işlə bağlı olsun. Hər nədirsə siz elə bilirsiniz ki, bu həyata keçir. Dünyanın ən xoşbəxt insanı olacaqsınız. Sizdən nə bilim xoşbəxti olmayacaq, amma əslində elə deyil. Hal-hazırda da həyata keçməsini görmürəm onsuz da. Həyata keçirir, sizin üçün daha yaxşı olmayacaq bu. İkinci variant da belə getdi. Üçüncü variantı seçənlər baxaq görək. Sizi nə gözləyir? Arzunuz yerinə yetəcəkmi? Yerinə yetəcək, bəli. İkili bir zaman, hansı bir zamandırsa onu keçəndən sonra hal-hazırda həmin o şeyə görə elə bir göz yaşı tökürsünüz və yaxud da ki, depressiv bir hal yaşayırsınız, hər nədirsə. Amma yeniliklərlə sizə doğru gələcək o. O hər nədirsə gözlədiyiniz şey yeniliklərlə sizə gələcək. Pul da ola bilər, insan da ola bilər. Amma hal-hazırda həmin o şeyə görə göz yaşı tökürsünüz və yaxud da ki, çox pis vəziyyətdəsiniz, belə deyərdim. Qısa oldu, fərqindəyəm, bəli, bilirəm. Amma əsas odur ki, sualımızın cavabını tapdıq, bildik. Özünüzə yaxşı baxın, öpürəm sizi, çoxlu, yaxşı ki varsınız
İnşallah ki həftə içi yenə də bir video paylaşmağı düşünürəm. Öpürəm sizi. Sağ olun.